Pasiyentimiz 42 yaşında genç xanımdır. Anamnezində təzyiqi var. 220-250'nin üzərində olub. Belə normalda 180 olanda deyilməni narahat eləmir. Bir neçə dəfə müalicə alıb, sonraki müayinələrdə sol böyrək üstü vəzində bir törəmə aşkarlanır. Eğer törəmə bilirsiniz ki, parenximada olsaydı, böyük ehtimal retisiya yazırlar, renal sifati sindromu. Burada retisiya yazmamışdı. Ayaqçıq üzərində böyrək üstü vəzinin adenoması deyə sual işarəsində bir törəmə yazmışdı. Biz də adətən belə halda laparoskopik gedirik, amma xəstəmizin ümumi vəziyyətini alaraq, çünki müştərək əməliyyatlar da olacağını nəzərə alaraq, çünki uşaqlığında da qanaması var, çoxlu sayda böyük ölçülü miomalar var. Bu əməliyyatı da düşündüyümüzdən biz baxın kiçik bir lumbotomiya ilə böyrək üstü vəzinin törəməsini xaric elədik. Əməliyyatımız şükür Allaha yaxşı keçdi. Belə yaxşı keçdi ki, heç bir qan itirməmişik. Ona görə ki, xəstəmiz anemikdir. Hemoglobin 72'dir. Ona görə biz xəstəmizə qan tədarükü də eləmişik. İnşallah bu əməliyyatımız protokol üzrə əməliyyatımız birinci olmalıydı, oldu. Və yaxşı keçdiyinə görə planlaşdırırıq ki, xəstəmizə total histerektomiya əməliyyatını da bundan sonra davamlı icra edəcəyik. HCC Clinical Hospital, sağlamlığınızı bize etibar edin.